Xoş gördük dəyərli izləyicilər. Bugün istəyirəm sizə məhsullarımızla tanış edeyim və hər biri haqqında qısa məlumat verim və sürətli bir şəkildə. Bunlar uşaq şampunudur, qız və oğlan üçün. Bu da eyni uşaq şampunudur. Bu həssas və yeni doğulan körpələr üçün nəm salfetlərdir. Bu pişik kremidir, yəni uşaq bezindən yaranan o bişməcələr əleyhinədir. Eynilə bu da, bu Agartha firmasının, bu Yeşil marka və bu isə Naturali firmasındır. Və bu isə sabundur, həm saç üçün, həm bədən üçündür. Eynilə bu şampunlar da Yeşil marka firmasındır. Bunlar da uşaqlar üçündür. Və eynilə yeni doğulan uşaqlar üçün. Bu 13 manatdır və bunlar 11 manat. Eynilə bu da 13 manatdır. Nəm salfet isə 6 manatdır. Və burada daraqlarımız var. Digər tərəfdə daraqlar var. Onun ətrafını göstərəcəm sizə. Bu uşaqlar üçün diş fırçasıdır. Taxtadandır. Ucu bambukdan. Daha doğrusu taxtası bambukdandır. Uc hissəsi isə karbondan hazırlanmışdır. Bu dodaq nəmləndirici də bu udihindidir. Və bunlar isə yeni gələn bədən spreyləridir. Həm də saç üçün də istifadə oluna bilir. Yəni çox gözəl qoxular var. 3 çeşidlədir. Və bu yuyucu tozdur. 1,4 kiloqramdır. Konsentrat məhsuldur. Yəni 5 kiloqramlıq, daha doğrusu 9 kiloqramlıq yuyucu tozlara bərabərdir çəki olaraq. Yəni az istifadə etdikdə daha çox effekt ala bilirsiniz. Bunlar uşaq yağlarıdır. Masaj etmək üçün, həmçinin yeni doğulan uşaqlarda olan köpmələr, daha doğrusu köp olan uşaqlarda çox effektivdir. Masaj edirsiniz, yəni köpün çıxmasına faydalıdır. Təbii yağlardan hazırlanmışdır. Endirimlidir, 5 manatdır. Və bunlar bu maye sabundur 400 ml, bu isə litr yarımdır maye sabun, 12.50'də endirimlidir hazırda. Və bunlar sabun çeşidlərimizdir. Tez-tez çəkib göstərəcəm sizə. Və bunlar diş macunlarımızdır. Bu uşaq, bunlar bu ikisi böyüklər üçün. Və bunlar da eyni ilə diş macunlarıdır. Bu isə ağız yaxalayıcıdır. Diş macunları Agartha 8 manat, Ferracin isə 6 manatdır. Və bu isə 7 manat 50 qəpikdir və 250 millidir. Bunlar diş fırçalarımızdır. Və bunlar eynilə diş macunları da Agartha'nın. Diş fırçaları isə 5 manatdır. Bu isə Yeşil marka saç sökməsi əleyhinə biberiya şampundur. Distlə edilərək istehsal olunmuşdur. Tam %100 təbiidir. Əlavə heç bir qoruyucu istifadə olunmaz və bunlar da şampunlarımızı saç problemlərinə görə tövsiyə edirik. Bunlar kremlərdir, əl və üzü üçündür, bədən üçün olan da var. Həmçinin nəmləndiricidir. Bu məhsulumuz isə göz ətrafı kremdir, bu serumdur, bu BB kremdir, yəni tonalnidir. Bu ləkə təmizləmə sudur, bu üzümə köpüyü. Bu isə yaşlanmaya qarşı təmizləmə südüdür. Bu reiş kremdir, qırış əleyhinədir. Bu peeling geldir. Bu saç kremidir. Bu maskadır. Bu isə saç şəkilləndiricidir. Yəni bir növ jele deyək daha doğrusu. Yəni saç şəkilləndiricidir. Bu tonikdir. Bu da üz yuma gelidir. Bu arındırıcı geldir. Məhsullar haqqında ətraflı saytımızda var, baxa bilərsiniz və yaxud bizə yazın, məlumat verək. Bu isə otaq spreyidir. Bu ayaq üçün spreydir, göbələk və ayaq qoxularına qarşı. Bu günəş görməyən saçlar üçün şampundur. Əsasən hicablı xanımlar üçün daha çox faydalıdır. Bu lavandalı şampundur və ətraflı bir-bir çəkməyəcəm. Şampun çeşidləridir. Bunlar gecə-gündüz kremidir. Gecə kremi və gündüz kremi. Bunlar şampunlardır. Bu maşın üçün tabletlərdir. Bu balqabaq lifidir. Və bunlar isə qab yuyan vasitələrdir. Həmçində ləkə çıxarıcılar da vardır. Sonra bunlar qoltuq altı çeşidlərimiz, yəni tərəklə vasitələrdir. Bunlar günəş kremlərimizdir. Və burada da eyni ilə sabunlarımız var. Və bunlar da antiperspirant, yəni tərəklə vasitələrdir. Bir hamısının haqqında danışmayacağım, ümumi məhsullarımızı göstərirəm. Bu qarazirə yağıdır, bu balqabaq yağıdır və burada isə daraq çeşidlərimizdir. Daraq çeşidlərimiz bambukdan hazırlanıb. Daha doğrusu buraları taxta və bu hissəsi isə bambukdandır. Bu at qılındandır. Silüet və s. problemlər üçün çox effektlidir. Bu yeni doğulan uşaqların saçını daramaq üçündür.
Sonra bu isə acıqanı və həşərat əleyhinə uşaqlara, böyüklərə sprey kimi istifadə edirsiniz. Yəni çeşidlərimiz bu qədərdir. Düşünürəm ki, sizə lazım olan hər hansı bir vasitəni bizdən tapa bilərsiniz.